بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد اللهم صل على محمد وآله الطيبين الطاهرين المنتجبين المكرمين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم والذين آمنوا وهاجروا وجاهدوا في سبيل الله والذين آووا ونصروا أولئك هم المؤمنون حقا لهم مغفرة ورزق كريم. صدق الله العلي العظيم. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك، عليكم مني سلام الله أبدا ما بقيت الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم أهل البيت. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين ورحمة الله وبركاته. Möhtərəm möminlər, əziz cəmaatımız, məscid cəmaatı, Muharrem ayının artıq günləri keçmək üzrədir. Yəni ilk günlərindik. Mübarək bu ayda Allah Taala'nın Peyğəmbərinin Xatəmül Ənbiya və Seyyidəl Murselinin pak mütəhhər övladının şəhadət günlərindəyik. Allah'ın veririk öz cəlalına, izzətinə, o məsumun Hz. İmam Hüseyn əleyhisselamın və Kərbəlada canlarını fəda eləmiş səhabələrinin və övladlarının haqqına bizləri Hz. İmam Hüseyn əleyhisselam və onun övladlarından səhabələri ilə bərabər eləsin. Amin. Onların düşmənlərindən bizləri inşallah bəri eləsin. Amin. Allah Teala vətənimiz, torpaqlarımız, ölkəmiz və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda eləmiş şəhidlərimizi Kərbəla şəhidlərinə qovuştursun, şəhidlər sərvərinə qovuştursun inşallah. Və mübarək pak ruhları üçün Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr elə. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Keçən dəfəki söhbətimizdə Kərbəlada baş verən hadisələrdən ibrət və dərslər almamız lazım olduğundan danışdıq ki, Kərbəlada həm dərslər var, həm də ibrət alacağımız məqamlar var. Zikr olundu ki, dərsləri kimdən alacağıq, ibrətləri kimdən alacağıq, dərsləri paklardan alacağıq, Peyğəmbər balalarından alacağıq. Yəni Kərbəlada şəhid edilmiş İmam Hüseyn əleyhisselam, səhabələri, övladları, əsir düşən övladları, bacısı, bacıları, onlardan dərslər alacağıq. Amma ibrətləri də orada adüv qismində olan, mənfi obrazda olanlardan alacağıq. İbrətləri də onlardan götürəcəyik ki, həm fərd olaraq, həm cəmiyyət olaraq biz də onların yerində olmayaq. Ki, biz həm bir fərd olaraq, müsəlman olaraq məsuliyyət daşıyırıq, həm də cəmiyyət olaraq elə olmasın ki, Allah Taala'nın höccətinin qarşısında dayanaq. Ona düşmən kəsilək. Yəni, mal, pul, qızıl, nə bilim, müxtəlif şeylər insan nəfsini aldadıb Allahın höccətlərinə qarşı qalxmayaq. Hz. Peyğəmbərimizin keçən dəfə İslam cəmiyyətinin 4 sütunun üzərində qurduğundan danışdıq və deyildi ki, Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm müsəlman cəmiyyətini
İlk olarak marifləndirmə üzərində qurdu. Onlara tövhidi, Allahın kitabını öyrətdi. Və Allah Taala'nın kitabında olan hikmətləri öyrətdi, onları təzkiyə elədi. Məarif bölümü, cəmiyyətin marifləndirilməsi. Müsəlman cəmiyyətini marifləndirdi. Çünki cahiliyyə dövründən çıxardıb başqa bir müstəviyə daşıyırdı İslam cəmiyyətini, insanları və mütləq marifləndirməyə ehtiyac var idi. İkinci sütun, Hz. Peyğəmbərimiz cəmiyyəti ədalət üzərində bərqərar elədi, yəni ədaləti bərpa elədi. Cahiliyyə dövründə olan ədalətsizlikləri, bütün cəhətdə olan ədalətsizlikləri Hz. Peyğəmbərimiz aradan apardı və İslam ədalətin, Allah Taala'nın haqq olan ədalətini o cəmiyyətdə bərpa elədi. Üçüncü, ubudiyyət ünsürünün üzərində qurdu o cəmiyyəti. Yəni insanları Allah Taala'ya qul ola bilmək, ubudiyyət və Allaha və onun əmr etdiklərinə, Peyğəmbərə və Əhl-i Beytə itayət eləməyi cəmiyyəti öyrətdi. Dördüncü də məhəbbət və qardaşlığı öyrətdi cəmiyyətə, İslam cəmiyyətinə. Məhəbbət və qardaşlığı öyrətdi ki, insanlar, ənsar və mühacirlər biri-birinə qardaş kimi baxsınlar. Fərqi yoxdur. Müsəlmanlar irqindən, millətindən, yaşadıkları ərazidən aslı olmayaraq bir-birinə qardaş hiss eləsinlər özləri. İndi oxuduğum ayət-i kərimə Ənfal surəsinin 74-cü ayəsində isə Allah Taala müsəlmana təkcə imanın kifayət eləmədiyindən xəbər verir. Müsəlman üçün təkcə iman kifayət deyil. Və imandan sonra ayət-i kərimədə vacib olan məsələləri zikr edir. Buyurur ki, Bismillahirrahmanirrahim. Vəllezine amenu və haceru. O kəslər ki, iman gətirərlər və imandan sonra hicrət edərlər. Hicrət edərlər, necə hicrət edərlər? Hicrətin bir neçə növü var, ən azı 3 növü var. İnsan övladı nələrdən hicrət edir? Məsələn, Həzrət Peyğəmbərimiz Məkkədən məkan olaraq hicrət elədi Mədinəyə. Amma ümumiyyətlə, müsəlman nədən hicrət eləməlidir? Bir müsəlman 3 şeydən hicrət eləməlidir. Biri, əməllərdə hicrət baş tutmalıdır. İkincisi, niyyətlərdə, düşüncələrdə hicrət olmalıdır. Üçüncüsü isə məkanda hicrət olmalıdır. Yəni, əməldə necə hicrət olmalıdır? Hicrət nə deməkdir? Yəni, bir şeyi tərk edib, qoyub getmək. Birincisi, əməldə hicrət eləmək, Allaha iman gətirəndən sonra insan namaz qıldı, oruç tutdu, amma əməli cahiliyyə dövrünün insanı kimi qaldı. Elədiyi əməllər cahiliyyə dövründə necə əməl edirdisə, necə davranırdısa, necə hərəkət edirdisə, həmin davranışlarında davam elədisə, onun gətirdiyi imandan heç bir fayda olmaz. Deməli, təkcə iman gətirmək kifayət eləmir. İnsan bəzi davranış və hərəkətlərini, əməllərini dəyişməlidir. Pis davranışları, pis əməlləri tərk eləməlidir. Pis əməllərdən hicrət eləməlidir, uzaqlaşmalıdır. Və təkcə o pis əməllərdən uzaqlaşmağın özü də kifayət deyil. Onun üçün lazım olan, onun üçün müəyyən olan şəraiti də tərk eləməlidir. Məsələn, bir günaha gedirdi cahiliyyə dövründə, cahillik dövründə və o günaha tək getmirdi dostları ilə, tanışları ilə, müəyyən bir qrup halında, ya bir-iki nəfər. Deyir ki, gərək günaha getdiyi dostlarını da tərk eləsin. Onlardan da hicrət eləsin, uzaqlaşsın. Deməli, təkcə iman gətirmək kifayət deyil. İnsan günah olan əməllərindən, azğın olan əməllərindən də hicrət eləməlidir, uzaqlaşmalıdır. Bu, əməldə hicrət. İkincisi, niyyətdə olan hicrətdir. Yəni, insanın qəlbində çirkinliklər ola bilər. Məsələn, həsəddən hicrət eləməlidir. Qəlbindəki həsəd hissini özündən uzaqlaşdırmalıdır, uzaqlaşmalıdır. İkincisi, tamahdan və ya kindən, küdurətdən, riyakarlıqdan, paxıllıqdan,
qeybətdən, yalandan və s. Yəni bütün qəlbində olan rəzilət xüsusiyyətlərindən hicrət eləməlidir, uzaqlaşmalıdır. Qəlbində, zahirdə, əməldə özünü yaxşı göstərə bilər insan övladı. Bəzən insan müəyyən müddətə riya eləyib özünü yaxşı bir insan kimi göstərməyə çalışar. Amma qəlbindəki qəsavətləri, qəlbindəki pis duyğularını özündən uzaqlaşdırmasa, istər-istəməz o qəlbdəki düşüncələr mütləq bir vaxt, bir dönəm onun əməlinə təsir eləyəcək, əməlinə sirayət eləyəcək. Ona görə qəlbindəki düşüncələrdən də hicrət eləməlidir. Deməli, əl-ləzinə əmənu və həcəru, o kəslər ki, iman gətirərlər, onların imanı təkcə kifayət eləməz. Kifayət eləsəydi, Allah Teala ilə imanla da kifayətlənərdi. Ardınca hansı xüsusiyyəti zikr eləyir müsəlman üçün? Hicrət eləsinlər, əməldən hicrət eləsinlər, pis əməllərdən, pis düşüncələrdən hicrət eləsinlər ki, o düşüncələr sabah pis əməllərə səbəb olacaq. Bir də məkandan hicrət eləsinlər. Məkandan necə hicrət eləsinlər? Necə ki, Həzrət Peyğəmbərimiz əvvəlcə Məkkədən Həbəşistana hicrət elədi. Sonra orada da tutuna bilmədi, oradan Mədinəyə hicrət elədi və yaxud səhabələri hicrət eləmişdi Həbəşistana. Oradan Həzrət Peyğəmbərimiz özü Mədinəyə hicrət elədi və o səhabələr də orada gəldi. Bu hicrət də ağır hicrətdir. Yəni mallarını, mülklərini, evlərini, eşiklərini tərk eləyib getməlidir. Bu üç hicrətin üç növü, üçü də ağırdır müsəlman üçün. Yəni sadəcə bir məkanın hicrətini bizlər görmüşük. Bizim yəni torpaqlarımızın işğalı vaxtı insanlarımız, cəmaatımız, xalqımızın bir hissəsi o torpaqlardan öz evlərini, yurtlarını tərk edib, nələri var idi, mülklərini tərk edib hicrət eləməli oldular və nə qədər çətinliklər çəkdi o insanlarımız, nə qədər ağır oldu. Yəni hicrət eləmək asan məsələ deyil. Amma Allah üçün hicrət eləməkdə imanın sədaqəti bu hicrətdədir. Əl-ləzinə əmənu və həcəru, o kəslər ki, iman gətiriblər, imandan sonra bu üç şeydə hicrət eləməklə, əməldə hicrət, düşüncədə hicrət, məkanda hicrət eləməklə gətirdikləri imanı möhkəmləndirərlər. O imanda möhkəm olarlar. Yoxsa o iman qum üzərində yazı kimi olacaq. Biraz külək əssə, biraz tufan əssə, o iman pozulacaq, aradan gedəcək. Yəni biraz böhranlı vəziyyətə düşsə insan, onun imanı ona fayda verməz. O iman ki, hicrətlə möhkəmlənmədi, o iman ona fayda verməz. Ona görə ayət-i kərimənin davamında buyurur ki, humul mu'minuna haqqan. O kəslər ki, hicrət eləyərlər imandan sonra, imanlarının sədaqətli olmasının nişanəsidir və onlardır həqiqi möminlər. Haqqan kəlməsini işlədir Allah Teala. Həqiqi möminlər onlardır. İmanlarını möhkəmləndirmək üçün imanlarının sədaqət nişanəsi olan hicrətlə o imanların möhkəmləndirərlər. Amma imanı saxlamaq üçün yenə də hicrətin özü də bəs eləmir. Yəni günahlardan Allah Taala'nın itayətinə hicrət eləməklə o özü də kifayət deyil. Digər bir məsələni Allah Taala yenə zikr edir və buyurur ki, həcəru və cəhədu, əl-ləzinə əmənu və həcəru və cəhədu. O kəslər ki, iman gətirərlər, sonra hicrət edərlər Allah üçün əməllərindən, pis düşüncələrindən, pis əməllərindən, pis məkanlardan, imanına münasib olmayan məkanlardan, günahlardan hicrət edərlər. Bununla da kifayət eləmir. Buyurur ki, və cəhədu. Və onlar cihad edərlər. Cihad edərlər. Cihad hal-hazırki dövrdə mümkün deyil. Yəni cihad bilirsiniz ki, məsum imamın arxasında olan onun əmri ilə olar. Yaxşı, belə vəziyyətdə onda cihadı nə əvəz eləyəcək? Ayənin davamında buyurur Allah Teala, əvəu və nəsaru. O kəslər ki, iman gətirərlər və hicrət edərlər və cihad edərlər və
cihad eləyə bilməyənlər hicrət edənlərə və cihad edənlərə əvəv yer verərlər, ev sahibliyi verərlər. Onun üçün yəni bir məkan verərlər. Necə ki, Məkkəlilər hicrət elədilər Mədinəyə, Mədinə cəmaatı, ənsarlar Məkkədən gələn mühacirlər üçün öz evlərini açdılar. Bax, öz evini vermək, öz yerini verməyin özü də nədir? İmanın təcəllalarından biridir. İmanın möhkəmliyindən biridir. Yer verərlər və nəsaru və nüsrət edərlər, kömək edərlər. Onlara, yəni o cəmiyyətə, o insanlara, o müsəlman cəmiyyətinə çətinliklərində, sıxıntılarında, hicrətlərində çəkdiyi çətinliklərə kömək edərlər. Necə ki, ənsarlar Mədinə cəmaatı Məkkədən gələn mühacirlərə kömək edərlər. Bu şəkildə qardaşlıqla müsəlman cəmiyyəti ayaq üstə dayandı. Və bunlar, bu atmosfer, bu fəza, hansı ki, iman gətirib hicrət edənlər və cihad edənlər və yaxud onlara yer verib nüsrət edənlər, deməli iki növ müsəlman cəmiyyətinin iki növ dəstəsi yarandı. Biri hicrət edib cihad edənlər, ikinci dəstə isə onlara yer verib onlara kömək edənlər. Və bu cür atmosferdə olanlar üçün, hicrət halı olanlar üçün, yəni bu nüsrət halı, kömək etmə halı olanda hər kəs imanda məsuliyyət daşıyır. Ona görə Həzrəti Peyğəmbərimizin dövründə bütün bu hal, bu atmosfer olduğu üçün Həzrəti Peyğəmbərimizin ətrafında müsəlmanlar ən kamil şəkildə cəm olmuşdular. Və Həzrəti Rasulullah nəyi əmr edirdi? Hansı cihad əmr edirdi? Heç kəs tərəddüd eləmədən o cihadda iştirak edirdi. Tək-tük münafiqlər var idi. Onları da Allah Taala özü ifşa elədi və cəmiyyətdə parçalanma yaranmadı. Amma bu hal olmayanda, cəmiyyətdə bu hal olmayanda, biri-birinə kömək eləmək, yer vermək halı olmayanda, onda heç kəs özündə bir vəzifə hiss eləmir. Heç kəs məsuliyyət daşımaq istəmir. Hamı məsuliyyətdən qaçır. Bu hal olanda cəmiyyətdə insanlar imamın qarşısında biri dayananda o birisilər də ona etinasız yanaşır. İmama biri qılınc çəkəndə, biriləri ona qarşı düşmənçilik edəndə, digərləri də ona qarşı, yəni bu hadisəyə qarşı reaksiyası necə olur? Soyuqqanlı olur. Yəni mənə aidiyyəti yoxdur. Ona görə fərd olaraq hər kəs öz imanını saxlamaq üçün mərifətini çoxaltmalıdır. Mərifət. Yəni Allahı, Peyğəmbəri və Əhl-i Beyti tanıma, bu dini tanıma mərifətini çoxaltmalıdır. Yolunu düzgün tanısın, istiqamətini düzgün seçə bilsin. Mərifəti çoxaltmağın məqsədi odur ki, imanla bərabər istiqamət doğru seçilsin. İmanla bərabər istiqamət doğru seçilməsə, mərifət olmasa, təkcə iman insanı xəvaric eləyər. Təkcə iman gətirmək insana fayda verməz. Təkcə iman gətirmək insanı neyniyər? Görərsən ki, nizələrin ucuna taxılmış o Qur'ana görə aldadılar. Allanar insan. Mərifət olmayanda. Ona görə o imanı möhkəmləndirmək üçün istiqaməti doğru yolu seçmək, doğru istiqaməti seçmək üçün insanda mərifət olmalıdır. Həzrəti Əmir Əl-Mömin əleyhissalam buyurur, öz Nəhcül Bəlağəsində də buyurur, deyir, mənim belimi iki zümrə qırdı, iki zümrə cəmiyyətin halından şikayət edir. Deyir, biri cahilun mutənəssikun, bir zümrə o kəs idi ki, yalnız quru ibadətə bağlanıb, cahil olanlar, sadəcə ibadətə bağlanıb, ibadət edib cahil olanlar, yolunu tanımayanlar, istiqamətini bilməyənlər, hansı yönə getməsi lazım olduğunu bilməyənlər. Bunlar cahil mütənəssikdir, möhkəm yapışıb ibadətdən, amma hansı yolu gedir, kimin ardınca gedir, o yol, o istiqamət onu hara aparacaq, o mərifəti yoxdur, o anlayışı yoxdur. Doğru istiqaməti seçə bilməyənlərdir. Haqq və batilin nə demək olduğundan xəbəri yoxdur. Nizənin ucunda Qur'an vuranlarla
aldanacaq, deyəcək ki, Quran var da, o Qurana qarşı mən çıxa bilmərəm. Bilməyəcək ki, onun qarşısında dayananlar kimdir və onun qarşısında dayananlarla başlayacaq mübarizə aparmağa. Çünki istiqaməti itirib. Biri bu nə oldu? Cahilun mütənəssikun. Sadəcə ibadət edib, ibadətə sarılıb, amma istiqamətini tanıyan mərifət sahibi olmayan zümrə. İkinci zümrəni isə alimun mütəhəttikun adlandırır Həzrəti Əmir Əl-Mömin əleyhissalam. O kəslər yolu bilirlər. Alimun. Gediləcək yolu tanıyırlar, bilirlər. Amma günahkardırlar, fasiqdirlər və yaxud bəsirətsizdirlər. Bəsirətləri yoxdur. Məsələn, Həzrəti İmam Zeynəl-Abidin əleyhissalam Həzrəti əmisi Əbülfəzl Abbas haqqında buyurur. Deyir ki, Kənə ammunəl Abbas nəfizəl basira və sulbul iman. Əmimiz Abbas çox iti baxışa sahib idi, bəsirətə sahib idi. Onun bəsirəti çox açıq idi və imanda da beton kimi idi, möhkəm idi. Bəsirəti var idi, o bəsirətinə görə də imanı möhkəm idi. Bəsirəti olmasaydı iman ona möhkəmliyi yaranmazdı. İmanda zəiflik yaranacaq idi. Necə ki, Həzrəti İmam Hüseyin əleyhissalamın qarşısında dayananlar, onlar da müsəlman idi. Amma imanları onlara fayda vermədi. Təkcə iman eləmək kifayət eləmədi. Onlar nəfslərini hicrət elətdirə bilmədilər. Günahlardan, fasik düşüncələrdən, günah böhranından çıxa bilmədilər. Elə necə istiqamətləndirdilər, kütlə şəklində o yönə də yönləndilər. Gəldilər, Həzrəti İmam Hüseyin əleyhissalamın qarşısına dayandılar və ona qılınc çəkdilər. Amma Həzrəti Əbülfəzl Abbas nə idi? Bəsirəti möhkəm idi. Bəsirətli idi. Niyə bəsirətli idi? Çünki ona əmənnamə təqdim olunanda düşmən tərəfindən Həzrəti Əbülfəzl Abbas o əmənnaməni qəbul eləmədi, cırdı, atdı və dedi ki, mənim qardaşım, mənim ağam, seyyidim, qardaşım hardadısa mən onun yanındayam. Çünki onun İmam Hüseyin əleyhissalama mərifəti var idi. Onu tanıyırdı. Tanımamaq, mərifətsizlik gətirib imama düşmən çıxardır insanı. Amma Həzrəti Əbülfəzl Abbas Həzrəti İmam Hüseyin əleyhissalamı bir anda olsun tək qoymaq fikrinə belə düşmədi və onu tək buraxmadı. Əgər Allah göstərməsin İmam Hüseyin əleyhissalamın qardaşını ayırsaydılar, öz tərəflərinə çəkə bilsəydilər, nə olardı? Gələcəkdə deyərdilər ki, əgər haqq olsaydı, elə qardaşı yanında olardı da. Bununla da cəmiyyətin, necə deyirlər, düşüncələrindən dəyişiklik edərdilər, müəyyən təsirlər edərdilər. Amma Həzrəti Əbülfəzl Abbas doğru istiqaməti bilirdi. O istiqaməti, doğru yönü tanıyırdı, bilirdi. Ona görə o əmənnamıya aldanmadı, getmədi və canının fəda olunmasına razı oldu Həzrəti İmam Hüseyin əleyhissalamın yanında qalmağına. Həmin Ömər Səd İbn Ziyad Həzrəti İmam Hüseyin əleyhissalamın qarşısına 30.000 qoşunu elə belə yerə çıxartmamışdı. Məsələn, çıxarda bilərdi 1000, 2000, 3000 qoşun. 3000 qoşun bəs idi də 100 nəfər, 150 nəfərə. Maksimum 100-150 nəfər adam var idi də Kərbəlada İmam Hüseyin əleyhissalamın yanında. Niyə 30.000 çıxartdı? Niyə minlərlə say insan çıxartdı? Niyə? Çünki Küfədə və ətrafda olan hər qəbilədən insanlar çağırdılar. Sabahları o qəbilələr, bəziləri qalxıb deməsin ki, biz Hüseynin intiqamını alacağıq. Hər qəbilədən qoy o cinayətdə iştirak eləsinlər. Hər qəbilədən həmin cinayətdə iştirak elətdirdilər ki, sabahları onlardan biri qalxıb etiraz eləməyə cürətləri çatmasın. Bu mənada yuallimuhumul kitabə vəl hikmə, peyğəmbərlərin missiyası olan kitabı və hikməti öyrətmək və yüzəkkihim və onları təzkiyə etmək, insanları təzkiyə etmək, təmizləmək o mənada öz yerini tapır. İnsanlar Allah Taala'nın peyğəmbəri vasitəsilə təkcə kitabı öyrənmək kifayət eləmir. Kitabın, Qur'anın hökmlərini bilmək kifayət eləmir. Ardıca hikmət gəlir. Hikməti öyrənməlidir peyğəmbərdən. Hikmət nədir? Hikmət dünya görüş. Doğru dünya görüş. Bəsirətli dünyaya baxış.
Bəsirətli dünyaya baxışı bəndə öyrənməyəndə, ona səhlənkar yanaşanda sabah gedib imama düşmən olur. Və yüzəkkihim, onları təskiyə edirdi, onlara doğru istiqamət verirdi. Peyğəmbər doğru istiqamət verirdi onlara. Yəni o cəmiyyətə, o müsəlman cəmiyyətinə. Hz. İmam Hüseyn əleyhissalamda, ümumiyyətlə, əimmə ətharın da vəzifəsi budur. Çünki ziyarətnamələrdə buyurulur, deyir ki, ya Əbə Abdillah, sən İslam ümmətinə zəlalət və cəhalətdən nicat verdin. Azğınlıqdan və cəhalətdən nicat verdin. Bu nicat Peyğəmbərlərin missiyasıdır, nicat vermə. Yəni, Peyğəmbərlər bu missiya ilə çıxış edərlər ki, cəmiyyəti cəhalətdən və zəlalətdən qurtardın. İmamların da elə vəzifələrindən biri hidayət imamı olmasının səbəbi də budur ki, cəmiyyəti cəhalətdən və zəlalətdən çıxartsın. Yəni, o cəmiyyət ki, düzdür qulaq asmadılar, onlar bəlkə vəhiy nazil olan Peyğəmbər istədilər insanlar ki, bizə elə bir insan bizi təskiyə eləsin, bizi elə bir insan doğru yolu göstərsin ki, ona vəhiy nazil olsun. Halbuki imamın elə vəzifəsi oydu ki, insanları cəhalətdən qurtarsın, zəlalətdən qurtarsın. Ona görə İmam Hüseyn əleyhissalam Məkkədən hələ çıxanda nə deyirdi? Sözü o idi ki, elanı o bu idi ki, mən cəddim Peyğəmbərin ümmətini islah eləmək üçün çıxıram. Yəni, mənim imamlıq vəzifəm bu cəmiyyəti, bu ümməti islah eləməkdir. Bu ümməti zəlalətdən və cəhalətdən qurtarmaqdır. Yəni, bu elə əslində Peyğəmbərlərin missiyasıdır. Deməli, təlim yol göstərmək təskiyə ilə insanı sağlam yol getməyə yönəldər. Yəni, təskiyə paklaşdırma, insanlara pisliklərdən arındırmaqla doğru yolu göstərmək, doğru istiqaməti göstərmək şəraitini yaradar. Həzrəti Əimmə Ətharın da vəzifələrindən biri bu idi. Həzrəti İmam Hüseyn əleyhissalam da buna görə gəldi, Məkkəyə gəldi, Məkkədən Kufəyə tərəf hərəkət elədi ki, o cəmiyyətdən bir qrup olsun ki, imamın dəvətini qəbul edir. Bir yerdə gəldi, Hürrün qoşunu ilə üzbəyiz dayandı. Bugünkü zikri müsibətimiz Hürdən olmasa da, yəni Kərbəlaya varid olma hadisəsidir. Amma Kərbəlaya gəlib çıxmağı təbii ki, Hürlə rastlaşandan sonra səbəb oldu. Hür, Hz. İmam Hüseyn əleyhissalamı Kufəyə doğru hərəkət eləməsinin qarşısını aldı. Dedilər ki, hara yönəldək? Və yolda ikən elə məktub gəldi Hürrə ki, sən qoyma Hüseyn ibn Əlini Kufəyə tərəf gəlsin. Onu susuz, sudan uzaq bir yerdə, səhrada onları məskunlaşdır. Hür də Həzrət İmam Hüseyn əleyhissalam o məktubu göstərdi. Dedi ki, ya ibn Rasulullah, belə bir məktub gəlib mənə. Mən artıq öz ixtiyarında deyiləm. Mən əmr quluyam və səni bunun əsasında aparacaq. Gəldilər, Kərbəla deyilən bir yerə çatanda dedilər ki, hə, bura suya yaxındır, Fərata yaxındır. Elə burada dayanaq. Müsibətin böyüklüyü ondadır ki, Kərbəla yerində, Kərbəla Taffıda dayandılar. Əslində dayanmaqda məqsədləri bu oldu ki, həm Hürrün, həm də İmam Hüseyn əleyhissalamın məqsədi bu idi ki, Fərata yaxındır həmin yer. Yəni, su getirmək asan olacaq. Əlqəm, o Fəratın bir qolu, yəni ora çox yaxın idi. Ona görə orada dayandılar. Əgər su lazım olsa, bir neçə metr, bir neçə 100 metr atlı gedib su gətirər. Bu qədər yaxın yerdə dayandılar, amma Peyğəmbər balalarını o suya həsrət qoydular. Müsibətin böyüklüyü bundadır. İmam da razılaşdı həmin yerdə dayanmağa. Amma orada dayananda o yerin adını xəbər aldı. Dedi, buranın adı nədir, soruşdu. Cavab verdilər ki, buranın adı Taffdır. Bir adı Taffdır. İmam yenə də soruşdu, buranın başqa adı varmı? Dedilər, bəli, var. Bura Kərbəla da deyərlər. Onda imam belə buyurdu. Bu sözü eşidəndə dedi, Allahümmə əuzu bikə minəl kərbi vəl bələ.
Allahım ilahi, mən qəmdən və bəladan sənə pənah aparıram. Kərbəlanın elə iki kəlmədən ibarət olması qəm, qüssə və bəla. Bəladan sənə pənah aparıram. Sonra buyurdu, buradır bizim enəcəyimiz yer. İmam o yeri artıq vəsf olunan Cəddi Peyğəmbər tərəfindən, atası Əmirəl-Möminin və anası Xanım Zəhra tərəfindən vəsf olunan yer olduğunu başa düşdü, bildi. Dedi, buradır bizim enəcəyimiz yer. Allaha and olsun ki, buradır bizim qəbirlərimizin yeri. And olsun Allaha qiyamət günü məhşər və mənşur dirilmə olacağımız yer buradır. Yəni məhşərə bu yerdən qalxacağıq. Mənşur yerin nüşur eləmə, dirilmə yerimiz bu yerdir. Bu babam Peyğəmbərin haqq vədidir və o vədə heç vaxt xilaf çıxmaz. Bu məqamda Hz. İmam Hüseyn əleyhissalam kərb-i bəladan, yəni qüssədən və bəladan Allaha sığınıram deyəndən sonra təbii ki, üzündə bir dəyişiklik baş verdi. Xanım Zeynəb İmamın rənginin dəyişdiyini gördü və yaxınlaşdı qardaşına tərəf. Dedi, qardaş, bu nə yerdir? Sanki dünyanın qəmi ürəyimə çöktü bu yerdə. Xanım Zeynəb də hiss elədi ki, bu yer qəm və kədər, bəla olan yerdir. Yəni Peyğəmbər balalarına bu yer qəm gətirəcək, kədər gətirəcək. Qorxuram, buyurdu ki, qorxuram bu səhra səni məndən alsın. Bu yer səhra, ey qardaşım, ey əziz qardaşım, səni məndən uzaqlaşdırsın, alsın. Xanım Zeynəb elə bir kəcavə ilə gəlirdi ki, Xanım Zeynəb bir ehtişamla gəlirdi. Xanım Zeynəbin kəcavəsin Haşimi övladları, yəni qardaşları, qardaşı uşaqları, əmisi uşaqları xüsusi bir, necə deyirlər, müşayiətlə gətirirdilər. Ümumiyyətlə, karvan gedən zaman. Və İndi Xanım Zeynəb bu ehtişamla o karvanda, o kəcavədən enir yerə. Xüsusi bir ehtişamla. Bütün Haşimi cavanları toplaşdılar o kəcavənin başına. Hz. Əbülfəzl Abbas əyləşdi, dizin qoydu yerə. Ki, Xanım Zeynəb bir dizin yerə qoydu, bir dizin yuxarıda. Xanım Zeynəb kəcavədən düşəndə inciməsin, ayağını rahat qoysun Abbasın dizinin üstünə və oradan düşsün yerə. Bu qədər ehtiramla, ehtişamla gəldi Kərbəlaya. Əli Əkbər və Qasim, qardaşı balaları, İmam Həsən, İmam Hüseyn əleyhissalamın oğlanları bir əli ilə Hz. Əli Əkbərin əlindən tutdu, o bir əli ilə Qasimin əlindən. O şəkildə böyük ehtiramla enir kəcavədən. Xanım Zeynəb belə idi. Mədinənin özündə rəvayət edirlər, danışırlar. Deyirlər ki, Mədinə cəmaatı, Mədinə naməhrəmləri, kişiləri Xanım Zeynəbi heç vaxt tək və ya bir-iki nəfərlə küçəyə çıxdığını görməyib. Hara gedibsə, bəzən dərs deməyə gedərdi. Peyğəmbər məscidinə müsəlmanların xanımlarına, qızlarına dərs demək üçün gedərdi. Hara gedibsə, qardaşı balaları ilə, qardaşlarının əhatəsində gedib. Ortada bir ehtişamla gedib. Heç vaxt tək getməyib. Xanım Zeynəb heç vaxt qürbət çəkməyib. Amma Kərbəlaya enəndə də belə bir ehtişamla indi. Belə bir ehtiramla indi. Amma Kərbəladan gedəndə necə getdi? Çıxanda necə çıxdı? Həmin qardaşı balaları şəhid edilib. Həmin qardaşları doğram-doğram olunub. Və o qardaşları, o qardaşı balalarının başları bədənlərindən ayrılıb, nizələr ucuna taxılıb. Xanım Zeynəb əsir şəklində, əsir kimi oranı tərk edir və Peyğəmbər qızlarını, 3, 4, 5 yaşında Peyğəmbər balalarını əsir olaraq yalın dəvələrin belinə qaldırır öz əlləri ilə. Çıxanda Kərbəladan belə çıxdı. Öz əlləri ilə o Peyğəmbər balalarını dəvələrin belinə qaldırır, süvar edir. Hər kəsi qaldırdı. Çünki hamısının haqqında məsuliyyət daşıyır, məsuliyyət hiss edir. Heç bir qız balası, heç bir oğlan övladı
yerdə qalmasın, yəni itməsin. Onların hamısının haqqında məsuliyyəti var. Hamını dəvələrə süvar edəndən sonra indi özü minməlidir dəviyə, amma minmək üçün kömək lazımdır dəvənin belinə. Heç kəs yoxdur. Təkdir, qəribdir. Bir neçə gün bundan əvvəl o ihtişamla, kəcavədən inən xanım Zeynəb tək qalıb. Məhrəm olan qardaşı və qardaşı balalarından heç kəs yoxdur. Və gördü ki, bu namərdlərin, naməhrəmlərin ətrafında tək qalıb. Özündən ixtiyarsız, bila ixtiyar üzün çevirdi Əlqəmə tərəf. Dedi, ya Abbas, Əbəlfəzl Abbas, hardasan, gəl məni mindir, gəl məni süvar elə dəviyə, deyə nida elədi xanım Zeynəb. Amma oradan Əbbasın səsi gəlmədi. Ələ lə'nətullahi alə qavmiz zalimin. La havle ve la kuvvete illa billahil aliyyul azim. Bu gece hanım Zeynep'in olasına sen de ses ver. Eşkiler ucadan bilen ya Hüseyin. Ay bu gece İmam Hüseyin ağanın matemden gelenler. O gerd olan gözlerinize canım kurban olan. Neçə günlərdir imamın matəmində əyləşənlər, sinə vuranlar, ağlayanlar, Kərbəlanı arzu eləyənlər, Hüseyin, Hüseyin çağıranlar, Hüseyinçilər belə deyənlər, hər yerdə ya Hüseyin, demişəm ya sana indi yaman günümdür, əlimdən yapış Bu Beytlər Qumru Dərbəndinin qəbrinin üstündə yazılan bir ömrü İmam Hüseyin əleyhissalama moğaqal oldu, şeirlər yazdı və vəsiyyət elədi ki, bu beytləri mənim qəbrinin üstündə qeyd eləsin, yazın. Bu gələnlər bu beytləri olsunlar. Bu elə siz Hüseyinçilərə də şamildir, hamımıza şamildir ha bu beytlər. Çünki biz də gözümüzü açandan, özümüzü tanıyandan Hüseyin, Hüseyin deyərlər. Elə deyil, bizlər də İmam Hüseyin ağanın adını ucaldanlar, İmam Hüseyin ağanın adını zikr edənləri. Olur ki, qəbrin o çətin gecəsində, o ağır gecəsində baxarsan əməllər və bir əməlim yox, heç kəmə gümanım gəlməz. Elə gözün hey yolda qalar, görəsən mənim ağam İmam Hüseynin nə zaman gələr başımızda. Aşıqini qəbirdə yayam, deyəyəm, hər yerdə ya Hüseyin demişəm. Ya Hüseyin sənə ağa, indi yaman gündür, əlimdən yapış ağa. Bu qəbri güşəsində qəribəm, adamsızam Hüseyin. Burada ne tanış Allah ya Ebu Abdillah.
o şəhər ümidi bağlayan, hər kəs ki bu macərada ağlayan, hər kəs ki bu macərada ağlayan, məhşərdə qəmü bəlanı bilməz, məhşərdə qəmü bəlanı bilməz. Keyfiyyəti Kərbəlanı bilməz, keyfiyyəti Kərbəlanı bilməz, keyfiyyəti Kərbəlanı bilməz, keyfiyyəti Kərbəlanı bilməz. Ya Hüseyn deyənlər, ey qara geyənlər, gəldi mahi matəm, ey yetər gedənlər. Ya Hüseyn deyənlər, ey Hüseynin eşki hankü basəfadir, Hüseyn əzizi ey kibriyadir. Ya Hüseyn mədəd, ya Hüseyn mədəd. Hamı bir yerdə. Ya Hüseyn mədəd, ya Hüseyn mədəd. Var qanımda eşki mürtəza-ı Zəhra, sən Hüseynsiz öləm, bu yəqindir qövla. Var qanımda eşki mürtəza-ı Zəhra, sən Hüseynsiz öləm, bu yəqindir qövla. Hüseynin eşki hankü basəfadir, Hüseyn əzizi ey kibriyadir. Hüseynin eşki hankü basəfadir, Hüseyn əzizi ey kibriyadir. Ya Hüseyn mədəd, 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 ya Hüseyn mədhəri peygəmbər, qavmi Quransan, Hüseyn-i dini səslədi peygəmbər, olur diyalın əhli aləm əzbər. Kolları gələm! Kolları gələm! Məşhur oğlana! Məşhur oğlana! Susuz ölüm! Ələmdar! Ələmdar! Əbəlfər! Əbəlfər! Hüseyin-i səslədi peygəmbər, olub diyalın əhli aləm əzbər. Ya Hüseyn mədəd, 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 ya Hüseyn. Gözəlsin əbra, qəlbin səfası, dərdimin dəvası. Kalbimin sefası, derdimin devası, bizlere benişti kanlı Kerbelası. Derdimin devası, derdimin sefası, bizlere benişti kanlı Kerbelası. Başımda çok şuuru sefalarımdı, yürekte eşki Kerbela varımdı. Ay ay Türkçe demet oynalı Leyla Seval.
Başımda çok şuru sefalarımdır, yürekler eşki Kerbelalarımdır. Başımda çok şuru sefalarımdır, yürekler eşki Kerbelalarımdır. Ya Hüseyin meded, ya Hüseyin meded, ya Hüseyin meded, ya Hüseyin meded, ya Hüseyin meded.
deyilən Ya Abbas Bu küçük şehrimi həsrəyləyirəm səqqaya Bu küçük şehrimi həsrəyləyirəm səqqaya Varmıyım ki şəfayətlə gələr ülvaya Varmıyım ki şəfayətlə gələr ülvaya Bağlayam mən ki ürəkdən belə bir dolaya Bağlayam mən ki ürəkdən belə bir dolaya Sən də aşıqsən ona haberin Ya Abbas Ya Abbas Ya Abbas Müşkülüm oldusa təqvada deyən Ya Abbas Ali Ya Abbas Ya Abbas Ya Abbas Eylə öz fikrimi ifadə deyən Ya Abbas Ali Ya Abbas Ya Abbas Ya Abbas Çatırlar qalsa çox çarəsiz insandadır Çatırlar qalsa çox çarəsiz insandadır Deyilib ağbələ vaid ağanın kavşadına Deyilib ağbələ vaid ağanın kavşadına Olsa hər müşkül işin kavşadını sal yadına Olsa hər müşkül işin kavşadını sal yadına Dəvri hər şey bu qədər savbədir Ya Abbas Ya Abbas Ya Abbas Ya Abbas Müşkülün oldusa təqvada deyən Ya Abbas Ali Ya Abbas Ya Abbas Sen vay! Sen vay Yanak kenarında yatar! Sen vay Yatma bu yuxudan oyan! Sen vay Ey qardaşım olsuz yatar! Sen vay Ey Zeynəbi əsir olan! Sen vay Rüqəyyəsi əsir olan! Sen vay Ey əsməri yatşan olan! Sen vay Qaymələrə al vurdular! Sen vay Əhli ayağını soydular! Sen vay Sen vay! Sen vay Bəli bir şərti onun eşqidir, eşqin çox olan Bəli bir şərti onun eşqidir, eşqin çox olan Həmin eşqin səni məcnun edə səhraya sala Həmin eşqin səni məcnun edə səhraya sala Necə kim salmış əbəl fəzli öz eşqi bu hala Necə ki salmış əbəl fəzli öz eşqi bu hala Səndə varsansa bu mənada deyən Ya Abbas Ya Abbas Ya Abbas Ya Abbas Ya Abbas Sən rahından Alasan dersini Abbas kimi şahından Alasan dersini Abbas kimi şahından Bir ömür takip edip dönmeyesen rahından Rahından Eşkıya kavsile gel iste öz Allah'ından Eşkıya kavsile gel iste öz Allah'ından Ki gedip tergedime kavdedinen Ya Abbas Ya Abbas Ya Abbas Ya Abbas Hüseyin Ya Abbas Hüseyin Ya Abbas Hüseyin Ya Abbas Hüseyin Ya Abbas Müşkülün oldusa tervada deyilən Ya Abbas Müşkülün oldusa tervada deyilən Ya Abbas Eylə öz fikrini ifadə deyilən Ya Abbas Eylə öz fikrini ifadə deyilən Ya Abbas İsticənnətdir bu aşıqlər Beynul harameyn Beynul harameyn Biri Mevlamız əbəlfəz Biri Mevlamız Hüseyin Mevlamız Hüseyin Biri halde
diğer bağırsa kalem ona çattım çağırın dağda denen ona çattım çağırın dağda denen vay vay sen vay 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 sen vay bugün bu demde olaydı terden oldu. Bugün bu yerde olaydı kervan oldu. Keseydin kurbanları, Vereydim ezanları, keseydin kurbanları, vereydim efsanları. bugün bu demde olaydı terden oldu. Çarş bugün bu demde olaydı terden oldu. Keseydin kurbanları, vereydim efsanları. Keseydin kurbanı, gönlete kurban gelir. Zeynep'e kal ortadı. Azerbaycan gelir, 72 kurbanı, gönlete kurban gelir. Zeynep'e kal ortadı. Azerbaycan gelir. 72 kurbanı, gönlete kurban gelir. Zeynep'e kal ortadı. Azerbaycan gelir. Vay vay Semar. Vay vay Sevda, Vay vay Semar. vay vay Sevda, Vay vay Semar. vay vay Sevda, vay vay Sevda. Sen Sevda, 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 sen